Bu məsələnin birinci və ikinci tərəfi mən qardaşlara sual verirəm. Hansı elmdə, hansı fəndə sizin naqisliyiniz var ki, siz xarici dəvətçilərə qulaq asırsınız? Bizim öz tələbələrimiz din elmlərinin hansı bölümündə zəiflik göstərib ki, və yaxud o fənlərdə dərslər verməyib ki, sizin başqa tələbələrə ehtiyacınız var ki, başqalarına qulaq asırsınız. Niyə? Yəni, başqalarına qulaq asanda nə olur ki? Başqa millətlərə qulaq asanda nə olur ki? Yəni, tövhid desəniz, əlhamdülillah, tələbələrimiz tövhiddən yetərli qədər dərslər verib, yetərli qədər kitabları şərh ediblər. Fiqh desəniz, onun kimi. Usul elmi desəniz, onun kimi. Peyğəmbər s.ə.v həyatı desəniz, onun kimi. Hədis şərhləri desəniz, onun kimi. Hədis elminin əsasları desəniz, onun kimi. Yəni, hansı elmlə qavaid-i fiqhiyyə, fiqh qaydaları desəniz, onun kimi. Ərəb dili desəniz, onun kimi. Təcvid dərsləri desəniz, onun kimi. Moizələr, imanı artıran mövzular ondan da daha çox, saysız hesabsız. Sizin hansı elmdə naqislik var ki, deyin ki, bax qardaşlar, siz tələbələr, bax bu elmi keçmirsiniz, biz bunun üçün xarici dəvətçilərə müraciət edirik. Siz bu elmdə acizsiniz, siz bunu verə bilmirsiniz. Biz ona görə müftimin kimlərinə qulaq asırıq, hansı elmlərdir onlar? Yəni, xaricilərə qulaq asanda nə olur ki, yəni? Kimsə bəlağətlə danışırsa, o deməkdir ki, o daha da elmlidir. Kimin danışıq səviyyəsi biraz daha yüksəkdirsə, o demək deyil ki, o daha elmlidir. Rasulullah s.ə.v hədisdə buyurur ki, İnnə minəl bəyəni ləsiha. Danışığın bəzi növləri sehirdəndir. Bəzi insanlara bəlağət verilir, daha gözəl danışıq üslubu verilir, amma bu onu daha elmli etmir.